В каком слове буква Ю обозначает два звуka? Hansı sözdə Yu hərfi iki səs ifadə edir? Sözlərə baxırıq. A. Utyug bu sözdə bir səs ifadə edir. B. Klüv bu sözdə də bir səs ifadə edir. C. İyul bu sözdə Yu hərfi iki səs ifadə edir. Doğru variant C bəndi. Что это? Bu nədir? Şəkildə uşaq arabası, yəni kolyaska təsvir olunub. Variantlarda da A bəndində kolyaska yazılır. Doğru cavab A. Кто лает? Hürən hansıdır? Şəkildə təsvir olunan heyvanlardan hürən ittir. Doğru variant B. Лает собака. Какая выросла репка в сказке Репка? Turp nağılında turp necə böyümüşdü? Variantlara baxaq. A. Большая, böyük. B. Маленькая, kiçik. C. Сочная, sulu. Nağılda turp böyük olmuşdu. Həddindən çox böyük böyümüşdü. Və doğru variant A. Большая. В русском языке 33, Rus dilində 33. Cavablara baxaq, hansı uyğun gələ bilər nöqtələrin yerinə. A. Çisla, yəni say deyil, düz variant. B. Zvuka, səs deyil. C. Bukvı, bəli, Rus dilində 33 hərf var. Doğru variant C. В каком слове пишется мягкий знак? Hansı sözdə mягкий знак yazılır? Variantlara baxırıq. Письмо, письмо sözündə mягкий знак yazılır. Отъезд, отъезд sözündə tвердый знак yazılır. Объявление, bu sözdə də tвердый знак yazılır. Doğru variant A. Письмо. Детеныш собаки это Rusça itin balası necə adlanır? Verilmiş variantlarda гусенок bu qazın balasıdır. Поросенок bu donuzun balasıdır. Щенок bu itin balasıdır. Doğru cavab B. Дополните предложение по картинке. Şəkilə əsasən cümləni tamamlayın. Yarko sветит. Şəkildə günəş görürük. Günəş sözü C variantında var və cümlənin tamamı солнышко olacaq. Yarko sветит солнышко. Doğru cavab C. Сколько гласных звуков в русском языке? Rus dilində neçə sait səs var? Diqqət, hərf yox, səs sayı soruşulur bizdən və Rus dilində 6 sait səs var. Doğru variant B. Предложение состоит из cümlə sözlərdən yaranır və bu nöqtələrin yerinə B variantındakı slov sözü olmalıdır. Предложение состоит из слов. Doğru cavab B.